Bu kofe artıq bitir. Mən Bushido alırdım. Alırdım deyəndə bir dəfə alınmışdı, istifadə eləmişdim, çox bəyənmişdim. Sonra qiyməti artdı, nə oldusa. Bunu da sadəcə təsadüfən götürdüm, dadına baxım deyə. Adnarazovlarını bir dəfəlik olanlarını götürürdüm, bəziləri yaxşıdır. İndi bu da endirimli idi, ya nə idisə çoxdan almışam. İndi bitmək üzrədir və qabını dəyərləndirməyi düşünürəm, sınıb eləməsə. Bir daha alar mıyım? Bu özü Deep Dark idi. Yəqin ki yox, amma içə bilirdim, yəni südlə yumşatıb, şəkərlə. Kofeni, südü falan çıxartmışdım. Yenidən əlavə eləmişəm. Səhər az qarına çay, kofe içməyin deyirlər. Mən də onu əlavə eləyim ki, süd təbii ki, orqanik təbii qidaya ulaşım çətindir və daha bahalıdır. Ona görə market südləri bilsəz yaxşısını tapa bilsəz alın. Bütün hallarda onların 6 aydır müddətini belə deyib pis olduğunu deyirlər. Və onu qaynadıb içməyi məsləhət görürəm. Çünki şeydə də kofe shoplarda da mən bilən qaynatmayıb verilir. Evdə də krema, çikolata sosu hər şeylə maraqlı bir şəkildə eləmək olar. Ev yapımı bir şeylərə vaxtınız, zamanınız varsa. Belə yəni. Yeni yəqin ki almayacağım, amma alsam da bu şuda almaq istərdim. Deyəsən 20-dən yuxarıya və ya ili var idi. O da ümumiyyətlə dodaq uçuqladan qiymətlərdir. Qida dəhşətdir.